15 may 2025 il. 15 may 2025 il. Bugün Ağdam rayonunun Alağalı kəndinin Çolan elinin igid qəhrəman oğlu Ələkbərov Salih Surxayoğlu'nun anım günüdür. Ələkbərov Salih Surxayoğlu 1963-cü ildə Ağdam rayonunun Alağalı kəndindən anadan olmuşdu. 15 may 1992-ci ildə Ağdamın Abdacılovlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ələkbərov Salih Surxayoğlu'nun anım günüdür. Onun anım gününü Ağdam rayonunun 1-ci Şəhidlər Xiyabanında məzarının başına gəlmişik ziyarət eləməyə. Onun ailə üzvləri, qardaşı, döyüş yoldaşı, qohumları da Ələkbərov Salih Surxayoğlu'nun məzarını ziyarət eləməyə gəlibdilər. Allah rəhmət eləsin. Ələkbərov Salih Surxayoğlu'nun anım günüdür. Ələkbərov Salih Surxayoğlu'nu ziyarətə gələnlər Allah rəhmət eləsin. Deyir, ol deyən Allah'ın adıyla, qəlbimizi iman nuruna dolduran Allah'ın dostun 9 adıyla. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Başda qardaşımız salih olmaqla. Bizim üçün, xalqımız üçün, millət üçün getdi. Canın qoydu. Allah hamısına rəhmət eləsin. Allah bir şəhidlərimizə. Salih bizim qrupda özünü çox tanıdan, öz yerişini, öz duruşunu, öz hərəkəti ilə hamı onu sevirdi. Onun bir yanı zəlabat olmazdı. Çox mülayim, sözün deyən oğlandı. Heç kəsdən çəkinmək, qorxmaq bilməzdi. Vətənpərvər oğlan idi. Allah rəhmət eləsin ki, onun da qisməti belə idi. Xalqımız üçün getdi, vətən üçün, torpaq üçün getdi. Bugünkü günə şükür ki, gəlib bunu ziyarət edir. Allah dövlətinizi uca eləsin, prezidentiniz var olsun ki, bizi torpağımıza, o şəhidlərin hesabına qayıtdı, Qarabağ qazilərin hesabına. Hamımız bildik ki, bu günlərlə Salih şəhid öldürüldü. 1993-cü il mayın 15-də biraz bərt danış. demək olar ki, elə bir gün idi ki, Ağdamda ağır döyüşlər idi. Ağdam yerində idi. Ağdam şəhəri belə döyüldü. Gözəl bir şəhər idi. Və gözəl bir rayon. Yenə də bugün şükürlər olsun ki, möhtərəm Ali Başkomandanın səy nəticəsində torpaqlarımız işğaldan azad oldu. Və bu günlərlə 30 ildən sonra Ağdam Şəhidlər Xiyabanı ziyarət eləmək, Ağdam şəhidlərini gəlib qəbrinin başı üstündə durub, önündə durub, şəhidlərindən ziyarət eləmək, bu böyük bir xoşbəxtçilikdir. 30 il idi, hamı deyirdi ki, şəhidlərimizin qəbri erməninin ayağı altında. Bu günləri erməninin ayağı Qarabağ torpağına kəsilir. Və bu günə görə Türk dünyasına, Azərbaycan şəhidlərinə dərin minnətdarlığımı bildirirəm ki, Azərbaycan ordusuna dərin minnətdarlığımızı bildirir ki, və bu günü bizə, bu günə qovuşduq. Ağdam rayonunun ümumiyyətcə Qarabağ torpağı işğaldan azad oldu. Qarabağ torpağı ermənilərdən azad oldu. Bu günə çox şükürlər olsun. Allah cəm şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin. Ordumuzu Allah qorusun. Ordumuz Türk dünyasında, Türk ordusu dünyada sözünü deyən ordular sırasında və bizim xalqın da ordusu həmin orduların birincisi də olmasa, ikincisi olsun və
birincisi olsun ben deyərəm. Allah ordumuza möhkəmlik, orduda xidmət edən bütün əynində Azərbaycan ordusu paltarını geyib gəzən oğlanların hamısını Allah qorusun. Bizə rəhmət eləsin və bu gün də yenə də həmin günləri yadımıza salanda, həmin vaxtı yadımıza salanda, həmin vaxtlar gənc idik, 21 yaşım var idi Ağdamda döyüşlər gedəndə və bu şəhidlərimiz, hər gün şəhidlərimiz olurdu, hər gün. Demək olar ki, onlarla, 15-lə, 20-lərlə hər gün şəhid, Ağdam şəhid verir. Və bu günlər o şəhidlərin ruhu şaddır. Allah onların ruhu şad eləsin, onların ruhu göylərdə və bir torpaqların azadlığı uğrunda şəhid olduqları torpaq bu günləri öz azadlığına qovuşubdur və onların ruhu şaddır. Hamısının ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Şad eləsin. Cəmilərimiz rəhmət eləsin. Allah qalanlara can sağlığı versin. İnşallah Allah Teala qismət eləsin öz torpaqlarımıza, öz kətlərimizə qayıdar inşallah. İnşallah yurda. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Allah bütün şəhidlərimizin hamısına Gözəl. rəhmət eləsin. Amin. Hamısı bizdən ötəri, bizim vətənimiz, bizim torpağımızdan ötəri canlarla keçir. Allah yerlərini behişt eləsin. Allah rəhmət eləsin. Amin. Ben ona rəhmət edirəm. Allah bütün neçə şəhidlərimizə rəhmət Sizin kimi qardaşı, heylə ailəsi, heylə balalar var, rahat olun. Nə deyə bilərəm? Mən gözümün qabağımda rəhmət eləsin. Hamısına. Bugün hər bir kəs bildiyi kimi Ələkbərov Salih Surxayoğlu Ağdam rayonu Əlağalı kəndi 33 il yerdə qaldı. Bugün 33 il tamamdır ki Salih bizim aramızda gedib və qəhrəmancasına şəhid olub 92-ci ildə may ayının 15-də. Bugün gələn doğmalara, həmkarlara, Salih'in döyüş yoldaşlarına, hər birinə ayrı-ayrı təşəkkür edirəm hər birinizə. Allah hər birindən razı olsun. Allah hər birinizin ölənlərə rəhmət eləsin. Biz o vaxtı atamızın çevrəsində olanda 5 qardaş olmuşuq. Böyük qardaşımız böyük olduğu üçün, övladları olduğu üçün Bakı şəhərində o vaxtı yaşayırdı. Balacamız da səfər idi ata yurduna bugün oturan. Ancaq baxmayaraq biz 93-də 3 qardaş silaha sırmanıb vətən uğrunda mübarizə aparırdıq. Təəssüflər olsun ki 92-nin may ayının 15-də Salih qəhrəmancasına şəhid oldu. Onun təqdimatı milli qəhrəmandır. İnşallah zamanla da zaman onun öz qəhrəmanlığını qaytaracaq özünə. Ailəsi, balaları və doğmaları buna hər biri ayrı-ayrı şad olacaq. Allah o günü, o sevinci bütün doğmalara yaşasın inşallah. Allah bütün itə şəhidlərimizə rəhmət eləsin. Allah sənin vətənlərinə rəhmət eləsin. Sıratəl-ləzîne an'amte aleyhim gayril məğzûbi aleyhim vələd-dâllîn. Bismillahirrahmanirrahim. Qul huvallahu ehad, Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allahümme selam. Muhammeden ali. Allah cəmi şəhidlərimizə rəhmət Amin. Amin. Allah cəmi keçənlərimizə rəhmət eləsin. Bu qərib diyarlarda Ağdam rayonu, ümumiyyətlə Qarabağ torpağından kaç gün ilədi düşdülər, getdilər başqa rayonlarda cəmaatımızın dünyasını dəyişdirir. Allah hamısına rəhmət eləsin. Allah yaxınlarını səbir versin. Onlar qaldılar, indi onlar vətənə qayıtmayacaqlar. Onlar bu Ağdam torpağının, Ağdam elinin ümumiyyətcə həsrətində olan, bugün yaşayan, bugün əyaqda olan bütün insanları o torpağa, o elə, o cəmaata, o kəndə qovuşmaq Allah nəsib eləsin. Amin. Allah rəhmət eləsin. Amin. Hər bir kəs bilir ki, may ayının 15 olaraq Salih Ələkbərovun 33 il bizim aramızdan şəhid olan gündür. Hər bir kəs, qohumlar, doğmalar, hər kəs buradadır. Rusiyada olan əmoğlu İlqar
Hüseynov Bilal Familoğlu polkovnik. Onların her biri ayrılıkta bizlere başsağlığı gönderir. Allah her birinizden razı olsun. Qurbettesiniz. Sağ salamat vətənə kendimize dönmeyi o bir Allah'tan arzu edirəm. Allah sizin de ölenlerinize rahmet eylesin, şehitlerimize başta olmayla. Çok sağ olun, var olun. Allah her birinizden razı olsun. Allahümme salli ala Muhammedin ve ali Muhammed'e salavat. Azibillahu mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme ehfiril mu'minin ve mu'minatına ve müslimine ve müslümat. El hayyan minuhum ve le envatil ile ruhili mehrumil mehfiril mehrumun. Cemi şehitlerimizin ruhuna salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed'e salavat. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmeddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratellezîne en'amte aleyhim gayri mağdûbun aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed'e salavat. Allah teşekkürler. Amin. 15 may 2025-ci il. Bugün 1-ci Qarabağ müharibəsinin şəhidi Ağdam rayonu Alağalı kəndinin qəhrəman oğlu Ələkbərov Salih Surxayoğlu'nun anım günüdür. Ağdam rayon Şəhidlər Xiyabanını ziyarət edib gəldik. İndi isə burada Ağdam rayonunun Bayraq meydanında şəhidlər kompleksini ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gel. Öyle değil. Allah razı olsun Allah. Sağ ol. Allah senin de olanlarına. Sağ ol. Sağ ol. Sağ ol. Allah bütün ülke şehitlerimize rahmet eylesin. Amin. Allah devletimizi, milletimizi, halkımızı, birliğini hiçbir halda bozmasın. Amin. O Ali Başkomandan dediği kimi o demir yumruq olarak milletimiz, halkımız tezliğiyle qaşqınımız köşün döner. Öz şəhərlərimizə, kətlərimizə bərpa olunar. İnşallah sıx-sıx yaşarıq, sıx-sıx bir-birimizi ziyarət edərik. Allah İnşallah. şəhidlərimizə rəhmət eylesin. Amin. Amin.